Kazan. Azərbaycan topluluğu da yaşayacaq. Gel otur da. Sizləri ilk öncə bu Gəncəvi şəhər İcra Hakimiyyətinin başçısı Cənab İlham İsmayılovun adına salamlayıram. Bildiyiniz kimi bugünkü tədbirimiz Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyi təşkilatçılığı ilə keçirilir. Tədbirimizin mövzusu ilə yəqin ki, hər biriniz tanışsınız, aldı. Davamlı olmasını istəyərik. İcazənizlə sözü verək. Evet. Mən xanımları təqdim edəcəyim sizə. Amma ilk öncə bir daha üzr istəyirəm. Bilirəm, deyirlər ki, siz çoxdan gözləyirsiniz. Biz sabiqiyə təyin etmişdik. Siz bizi səbirsizliklə gözlədiyimizə görə saat 1-dən gözləyirsiniz. Demək, birliyinin tarixi haqqında müəyyən məlumatınız olsun. Yəqin siz eşitmişsiniz, Adile xanım bizim bu şəhər üzrə nümayəndəmizdir, sədridir, Mingəçevir şəhər üzrə bizim təşkilatın sədridir. Yəqin çoxlarınız var o görüşlərdə bizim təşkilat haqqında məlumatlar verib, məlumatlandıracam və bizim gözəl bilirsiniz, ekoloqumuz, ekspertimiz özü də Mingəçevirlidir və özü razılıqla, öz xoşuyla, 19-cu illərdə Qaranlıqda Ayna Sultanova tərəfindən 10-cu ildə bu qadın hərəkatının yaradılmasının əsas məqsədi qadınların çadralardan, qadınızdadır, klublar deyirdilər, qadın klubları yaradılmışdır. Yəqin ki, filmlərdə də görürsünüz. Mehman filmində birləşib böyük bir qadın cəmiyyəti yaradılır və Respublikada demək olar ki, bu qadın hərəkatımız və bilirsiniz, 20-ci ildə Sovet hakimiyyətindən hər iki dönəmdə uzun öndərlə işləmişəm və bu təşkilatın birbaşa kuratoru. İkinci dəfə müstəqilliyimiz bərpa olunduqda ilk qeyri-hökumət təşkilatı kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçirib, bugünkü günə qədər biz orada fəaliyyət göstəririk. 75 mindən çox qadın, eyni ideya, eyni məslək, eyni amal. Aslında dəyişən bütün xanımların evladları, gənclərimiz bizim işlərimizdir. Geçmişdə işləyən xanımların səhərlərimizdən bir gün geçirik. Fəaliyyəti də öz önündədir. Mən qısaca sizə bir balaca da xanımlarımızın xeyirxah və şəxsi vəsaitimiz hesabına 12 millik tırlarla bu gənclərlə görüşə gedir. Orada bizim qarşımızda raket də patlamışdı. Yəni xanımlarımız heç bir dəqiqə şükürdə devam edəcəksiniz. Mən davam edim. Qəhrəmandır. Onların analarını biz qəhrəman hesab edirik ki, bax, belə vətənpərvər evladlar böyüdürlər. Ona görə mən bir təşəkkür edirəm. Yəni, hamınızı izləmişsiniz və baxın belə bir yaşıl ailə, inklüziv irs və dayanıqlı gələcək məhz bu layihəni Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi ilə bu layihə təsdiq olunur və bu gün sizlərlə bu haqda maarifləndirici söhbətlər aparacaq. Biz kimi hər bir dövlətin güclənməyi, iqtisadiyyatının güclənməsi üçün bütün güc məsuliyyət dövlət başçılarının üzərinə düşür. Gəlməsi, ayağa durması, iqtisadiyyatının artırılması, bildiyiniz kimi bizim ulu öndərimiz Heydər Əliyevin siyaseti haldır ki, ulu öndərimizin davamçısı, Cənab Prezidentimiz ordumuzun gücü mərkəzində şəhid analar iştirak edir. Şəhid analarının qarşısında baş əyir. Allah sözünə qaytıran şəhidlərimizin ruh qarşısında baş əyir. Analar, Allah mehriban kanına can sağlığı versin. Bəli, bugün əgər biz ekran... Yox, Əzizlərim, mən hər yerlərəm. mən Mingəçevirdən Barxanı qeyd elədik ki, mən bunu müəllimdə sinəmədə işləmişəm. Mən düşünürəm ki, burada ola bilər kiməsə dərs vermişəm, şəfəq doktor burada. Yəni, bura mənim üçün doğma şəhərdir. Mən düşünürəm ki, burada mən təlimçi kimi yox, öz həm
həmişə də dəfə deyə bilərik və biz bunu Azərbaycan durduqca, bütün Azərbaycan durduqca hər dəfə səsləndirəcəyik. Mən də öz növbəmdə şəhid analarına doğrudan da cənnətdədir. Onlar sorğusuz, sualsız cənnətə girdilər və oradadılar və hər kəsin gedəcəyi bir ünvandır ora. Onlarımıza, yıllarlarımıza. Biz, bilirsiniz, amma təbii ki, siz istəyirsiniz, sizin səsinizi çatdırsınlar, məktublarınızı verəcəksiniz. Agentlik var, onlara biz hesabat veririk. Biz bunu çap elədik və insanlara payladık. Digər məsələlər biz öz vəsaitimiz hesabına keçirik. Yəni onu biləsiniz. Nəticəsində, elmi dinlə desək, antropogen təsir nəticəsində təbiətdə ciddi problemlər yaranır. Nə baş verir? En ciddi problemler, dünyanın narahat eden en ciddi problem global istiləşmə baş veribdir. Dünyada içmeli su qıtlığı yaranıbdır. 50-ci ildə Vallahi karşımızda biz bir tədbir elədik. Düşünürəm ki, bir insan danışanda, bir müəllim danışanda elədim. Ciddi problemler dünyanın ətraf mühitində, ekologiyasında, təbiətində ciddi problemler baş verir. Və məsələ nədir? Dünyadaki ülkelerde dünyanın yegane problemidir ki, ekolojik problemlerin sərhədi yoxdur. Bu ülkenin içerisinde bitti, sərhəd bitti, o bir ülkeye problem geçmez. Niye deyirlər global istiləşmə, dünyanın narahat edən problem? Dünyada su qıtlığı, niye deyirlər? Dünyada səhralar, niye deyirlər bunu? Çünkü etraf mühit problemlerinin sərhədi yoxdur. Bir ülkenin iktisadi problemi olanda, o ülkenin iktisadi problemi ülke daxilində, sərhədi daxilində. Siyasetinde problem olanda, ülkenin daxilində həll olur. Ermənistan bizim uzun iller bilirsiniz ki, ətraf mühitimizə içməli su hövzələrimizi çirkləndirdi. Dağ mədən sənayesinin fəaliyyəti nəticəsində bizim su hövzələrimiz çirkləndi. Araz çayı, Arazdan Kürə, Kürdən Xəzərə nələr başlayırdı? Arazla Muğan Salyan zonası bütün ərazilər suvarılırdı və çirklənən suyla, ağır metallarla İnsan sağlamlığında ciddi problemler, xərçəng xəstəliyinin birbaşa mənbəyi olan ağır metallarla, çirklənən suyla, suvarılan torpaqda yetişən bitki insana sağlamlığına xeyri ola bilər mi? Təbii ki, ola bilməz. Və yaxud da həmin o suvarılan ərazilərdə otlaqlar var. O otlaqlarda yeyən, otlayan heyvanın sağlamlığı nə cür ola bilər ki, biz onu yiyək? O bizim sağlamlığımıza müsbət təsir göstərsin. Ona göre de qeyd elədiyim kimi, dünyanı ciddi narahat edən bu problem, Azərbaycan ailesinin biz bugün yaşıl aile modelini formalaştırmak isteyirik. Biz Respublika Qadınlar Cəmiyyəti olarak. Təbii ki, mən özüm ömrümün 30 ilini ətraf mühitlə bağlı fəaliyyətə həsr eləmişəm və mən illərdir bu mövzularda danışıram və bugün Azərbaycan ailəsi də yaşıl olmalıdır deyəndə, yaşıl ailəni biz necə, Azərbaycan ailəsi yaşıl necə ola bilər? Yaşıl düşüncə, ətraf mühitin qayğısına qalan, ətraf mühitinin yerdeki daşının, kəsəyinin, havasının, suyunun, Ulu Öndər nə deyirdi? Deyirdi, bir ağacın bir butağını kəsən, mənim qolumu kəsər. Həmin o ağacın bir butağının qədrini bilən ailə üzvləri formalaşdırmalıyıq. Burada artıq nə uşaqdan gedir söhbət, nə böyükdən gedir, bütün ailə üzvlərindən gedir söhbət ki, ətraf mühitə sağlam, ekolojik şuuru formalaşdırmalıyıq. Və bizim bugünkü maarifləndirmə tədbirlərimizin də məqsədi həmin o yaşıl düşünən ailəni formalaşdırmaqdır. Bununla bağlı insanlara maarifləndirmə işlərini aparmaqdır. Yaşıl ailə deyəndə mən həmişə bu sözümü deyirəm, mən uzun illər, mən bütün dövlət kanallarında ekolog, ekspert kimi mən dəvət edirlər və mən həmişə deyirəm, biz bugün elə bir nəsil yetişdirməliyik ki, bax məsələn mən deyirəm burada böyümüşəm, bizim məhəlləmizdə musiqi məktəbinin arxasında bir Sabir küçəsi var, indi bilmirəm, yenə Sabir küçəsi deyilirsə yox, mən o məhəllədə böyümüşəm, bu formalaşan uşaq təbii ki, dünyanı qorumaya çalışacaq. Deyirik, dünya bizim evimizdir, evimizi təmiz saxlayaq. Burada təkcə yaşıl düşünməklə iş bitmir. Biz ətraf mühitin qayğısına da qalmalıyıq. Ətrafımızı təmiz saxlamalıyıq. Niyə təmiz saxlamalıyıq? Çünki insanlar məişət tullantılarını hara gəldi atırlarsa hava çirklənir. Təmiz hava ilə nəfəs alan insan sağala bilər, sağlam ola bilərmi? Təbii ola bilməz.
Həmin biz bax bu yaşıl ailə modelini bütünlüklə ətraf mühitdə yaranan ciddi problemlərin qarşısını almaqda mənim ətraf mühit mütəxəssisi deyiləm, mən ekoloq deyiləm, mən nəyimə lazımdır, orada ağacın qolunu kəsirlər və yaxud da burada suyu çirkləndirirlər və yaxud da zibili ora, nə bilim, zibili qabını atmayıb, kənara atıb, mən nəyimə lazımdır, mən niyə deməliyəm deyən yox, hər bir şeyə ciddi nəzarət edən, ciddi yanaşan və ətrafında hər kəsi buna cəlb edən biz ailələr formalaşdırmalıyıq. Mən düşünürəm ki, dünyanın, mən dedim, bu içməli su problemi dünyada 50-ci ildə çox ciddi, bugün də var, artıq var, Afrika ölkələri ciddi əziyyət çəkir. Amma 2050-ci ildə dünyanın Avropasını da, Asiyasını da, bütün qitələri içməli su problemi ciddi narahat edəcək. Bunun üçün neynəməliyik? Biz uşaqlarımızı, ailə, təkcə uşaqlarımızı yox, böyüklərimiz də düşünməliyik ki, su krankdan boş-boşuna atmamalıdır. Çünki o su dəyərdir, nimətdir və tükənmək üzrədir. Bax, bunu bilməlidir. Uşaq da böyükdə, məsələn, mən bir vaxtlar bizim təşkilatımız, Bahar xanımla biz hamımız birlikdə Respublikanın rayonlarını gəzirdik, ekoloji maarifləndirmə tədbirləri edirdik. Sağlamlığa ziyan olan şeylərin kəsinliklə qarşısını alması ilə bağlı biz bütün Respublikanın 8 rayonunun, elə rayon var idi, onun 60 kəndində olurdu. Bax, bu maarifləndirmə işləri, bir də mən sizə deyim yoldaşlar, maarifləndirmə işini biz bugün gəlmişik sizə bu yaşıl ailə modeli ilə bağlı sizi maarifləndirməyə. Biz bugün bunu danışdıq, getdik, bununla hamı Mingəçevirdə hamı maarifləndirmişik, getmişik, hamı maarifləndir, hamı yaşıl aylılıq deyə bir şey yoxdur. Bu maarifləndirmə elə bir ciddi bir prosesdir ki, maarifləndirmə tədbirləri demokratik, yəqin burada təhsil adamları var burada, bu çox demokratik nazir idi. Həmin ilsi universitetlərdə ekologiya fakültəsi açıldı və sıra-sıra artıq bütün ali təhsil ocaqlarında ekologiya fakültələri var. Bu nəyə xidmət edir? Həmin o yaşıl şuuru formalaşdırmağa, insanların yaşıl düşüncəsini formalaşdırmağa xidmət edir. Və bilirsiniz ki, Azərbaycan bugün dünyaya qeyd edildim ki, dünyanın mötəbər bir tədbirinə ev sahibliyi etdi. O elə-belə bir şey deyildi. Çünki bugün Azərbaycanı çox dedilər neft ölkəsidir, nefti ilə, sərvəti ilə dünyada iqtisadiyyatını, siyasətini gücləndirir, pulu ilə, sərvəti ilə. Amma Azərbaycan həm də bugün yaşıl enerjini dünyaya, Avropaya yaşıl enerji satan bir ölkədir. Bilirsiniz ki, Cənab Prezidentin 2024-2030-cu illər dövlət siyasətinin 5-ci əsas prioritet istiqamətidir, ekoloji siyasəti. Orada əsas istiqamətdən biri yaşıl iqtisadiyyatın inkişaf elətdirilməsidir ki, Şərqi Zəngəzuru, Qarabağı və Naxçıvanı Cənab Prezident yaşıl zona elan elədi və yaşıl zona nə deməkdir? Həmin ərazilərdə yaşıl enerji istehsal edən günəş enerjisindən, külək enerjisindən istifadə edən qurğular yaradılıbdır ki, oradan enerji alırıq və biz həmin enerjini Avropaya satacağıq ki, və bu da Azərbaycana yenə böyük bir sərmayələr gətirəcəkdir. Və ölkəmiz yaşıl iqtisadiyyatı inkişaf elətdirmək, yaşıl mühiti inkişaf elətdirmək təkcə dövlətin ekoloji siyasətinin borcu deyil, o hər bir vətəndaşın, hər bir şəxsin, bilirsiniz, ətraf mühit məsələsi, təhsil elə bir ailə yoxdur ki, o təhsil oradan keçməsin. İstər kitablarımız var, həmin layihə çərçivəsində, bax, belə kitablar nəşr elətdirir təşkilatımız, bizim Azərbaycan Respublikasının Qadınlar Cəmiyyəti. Biz bu kitabları sizə paylayacağıq. Mən çox özür istəyirəm. Ekoloq, həm uzun illərdə təcrübəmiz var. İnsanlar yorulanda qulaq asaq, nə qədər maraqlı olsa, mən təşəkkür edirəm. Çox maraqlı, mən dinləyirsiniz, mən ona o auditoriyanın enerjini almasam sizdən zaten danışa bilmərəm. Amma sizi çox bilirsiniz, insan auditoriyada, mən yenə deyirəm, təhsil adamıyam, auditoriya dinləyir bir saatı. Bir saatdan artıq insanın beyni qaldırmır, istəmir dinləmək. Çox maraqlı. Maşında da güneşme,
Onlar sizden bir şey soracağım. Səhmət olmasa da tələbə keçəndə soruşanda. Sizlərdə yazmışım. Sadəcə familiyanı yox, familiya. Bir sizə nə məlumat verir? Deməli, bilirsiniz ki, yanvarın biz de iştirak etmişiz. Ama biz bu ekoloji ile bağlı olan bilirsiniz. Orada yanınca insanlar aksi geçirmişler. Evlendiler, topraklarını, ağlamıyorlar. Kızıllarımızı, yaralı yerüstü səbəblər olurlar, bizim hesabımızda, milyoncu olurlar, sağlar. Mən özüm şəxsən 3 gün olmuşam orada. Yəni gedəndə, ilk gündə biz gedəndə buz bağlamışdı hər yer. Avtobus, bu dağın döşünü bilirsiniz. O böyük bir möcüzədir. O Şuşaya indiki yol təzə yolmuşdur. Zəfər yoldur. Herhalde bu bir kadın interviewlar verir. Nümayəndəsi olaraq mən də bugünkü tədbirdə bir neçə kəlmə ətraf mühit haqqında, ailə haqqında öz ürək sözlərimi bildirmək istəyirəm. Məlumdur ki, Büyət xanım geniş spektrdə təqdim elədi ki, dünyada inkişaf, sürətli iqtisadi inkişaf, o cümlədən Azərbaycanda iqtisadi inkişaf, ətraf mühitdən, təbiətdən səmərəsiz istifadə etməyin nəticəsidir ki, ətraf mühitdə bəzi insan sağlamlığına təsir edən dəyişikliklər baş vermişdir. Bugün bütün dünya liderləri bu barədə tədbirlər görməyə çalışırlar. O cümlədən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu tədbirlər çərçivəsində 2010-cu il ekologiya ili, keçən il 2024-cü il isə ətraf mühitdə yaşama ili kimi qeyd eləmişdir. Mən bir ekologiya işçiləri olaraq Mingəçevir şəhərinin yaşıllıq şəhəri olaraq burada iştirakımızdan danışmaq istəyirəm. Biz bu sahədə eyni zamanda bizim xidmətə lazımız olaraq Yevlax, Kürdəmir, Zərdab, Ağsu rayon bölgələrində ətraf mühitin qorunması sayəsində ciddi mübarizələr aparılır. Bəzi insanlar ətraf mühitin şirkətliyinə görə ciddi cəzalara məruz qalırlar. Ancaq buna baxmayaraq yenə də şəhərimiz Azərbaycanın ən yaşıl şəhəri olaraq olmaqdadır. Həm də burada şəhər ailələrində iştirak edirlər. Azərbaycanın ən gözəl təbiət ərazisi olaraq Qarabağ ərazisi 20 il düşmən əhatəsində işğalda olsa da 2020-ci ildə Müzəffər Ali Başkomandanın rəhbəri ilə həmin ərazilər işğaldan azad olunmuş və hal-hazırda orada quruculuq, qabaqçılıq işləri davam etdirilir. Mən ümid edirəm ki, qorunmasında ciddi mübarizə aparmaq lazımdır. Ancaq bunun hamısının biz öhdəsindən, ictimaiyyətin köməyi olmadığımız öhdəsindən tam gələ bilməsi, su mənbələrinin çirklənməsi, havalarımızın çirklənməsi, Azərbaycanın enerji məhəmməli olan Mingəçevirdə ekoloji azgirəsinin ikinci növbəsinin təmizlənməsində böyük rol alacaqdır. İkinci bir tərəfdən təbiətin qorunması məqsədi ilə hal-hazırda bizim Muxtar Babayev ekologiya ətraf mühitin çirklənməsi, qlobal istiləşməyə dair, mübarizəyə dair görülən mühüm tədbirlərdən biri. Sağlamlığın qeydinə qalmalıdır. Diqqətdən, fürsətdən istifadə edib həmimizə bizimlə birlikdə ətraf mühit. Her şeyimiz var, ilişkilerde hiç şey gözlemiyoruz, düzdür. Yani ben o Muharrem Ravalı suları kesinlikle. Bir tane varsa şehit bulağı, ona da şu. Mədəniyyətini özümdə üzvüyəm. Ali təhsilimi 20 yıl sonra ali təhsil ala bilmişəm. 42 yaşım var, ali təhsilimi bitirmişəm artıq bu il. Həm tibbi təhsilim var, həm ali təhsil, ekoloji ixtisasına fərqlənməklə bitirmişəm hər ikisini. Mən çox xoş oldu, mənə çox halım xoş oldu. Mən istəyərdim ki, bugün maarifləndirmə hər yöndə geçsin.
bugünkü gün nə qədər ki o təhsili, ekologiya ixtisasını yiyələnməmişdim, mən tam bu ixtisası bildim, bir ana olaraq başa düşürəm ki, maarifləndirmə çox vacib məsələdir. Çox vacib, ailənin təməli. Bugün hər bir analarımız bilin, başa düşün. Bizdə niyə yaşlı dünyanın ətrafımızı qoruyaq? Bunu həm dövlət olaraq, həm cəmiyyət olaraq, həm əsas verilir. Sadəcə çox qısa verilir. Çox az. Çox az verilir. Həyat bacaqlar. Çox bir az insanlarımız bizim, milli xalqlarımız niyə var, qorxularımız niyə var? Mən Yaqub xanıma artıq söz vermirəm, çünki vaxtımız çox azdır. Yəni, xarici əlaqələrimizi yaradan, dünyaya bizim təşkilatın adından 200-dən çox ölkəyə, müxtəlif dillərdə bəyanatlar, müraciətlər verən, bax bu təşkilatda şöbə müdürü, bax bu xanım, İngilis dili müəllimidir, özü ancaq bizdə şöbə müdürüdür. Yəni, bizdə işləyən xanımlar hamısı ictimai nə demək istəyirəm, yəni maaş alan. Sən manama. Sakin olun. Sakin durun, inlara danışacaq. Danışıyorum.